Salam əziz tələbələr, bugün sizinlə ölçü vahidləri və çevirmələr haqqında danışacağıq. Ölçü vahidlərini bura qeyd edirəm. Ən kiçik ölçü vahidimiz bit, daha sonra byte, kilobayt, megabayt, gigabayt və terabayt. Bura qədər bilməyimiz kifayətdir. Kiçikdən böyüyə doğru düzdüm mən. Bit ilə bayt arasındakı məsafə 2/3-dür. Yerdə qalan digər ölçü vahidləri arasındakı məsafə 2/10-dur, yəni 1024-ə bərabərdir. Onu da qeyd edeyim ki, çevirmələrdə hesablamaları rahat eləmək üçün biz 2-nin qüvvətlərini mütləq şəkildə əzbər bilməliyik. Çevirmələri rahat etmək üçün iki qayda deyəcəm ki, bu qaydanı bildikdən sonra çevirmələr sizin üçün çox rahat olacaq. Birincisi, kiçikdən böyüyə keçən zaman bölürük. İkincisi, böyükdən kiçiyə keçən zaman vururuq. Məsələn, tutaq ki, 5 megabaytı kilobayta çevirmək lazımdır. Baxırıq ki, megabayt kilobaytdan böyükdür. Və bizim qaydamızda böyükdən kiçiyə keçən zaman vurmaq lazımdır. Demək ki, 5 megabaytı kilobayta çevirmək üçün 5-i vururam. Baxıram ki, nəyə vurum? Megabaytla kilobayt arasındakı məsafə nə qədərdir? 2/10. Demək ki, mən də 2/10-a, yəni 1024-ə vururam. Bu da eləyir mənim üçün 5120 kilobayt. Bu qədər sadə. Bir dənə də kiçikdən böyüyə keçmək üçün nümunə deyim. Tutaq ki, 2/20 vur 5 bit. Bunu kilobayta və yaxud da megabayta fərqi yoxdur. Keçirmək lazımdır. Yəni kilobayta keçirək. Baxıram ki, bit kilobaytdan kiçikdir. Mən kiçikdən böyüyə keçmək üçün nə edirəm? Bölməliyəm. 2/20 vur 5 biti bölürəm. Baxım ki, nəyə bölürəm? Bit ilə kilobayt arasındakı məsafə nə qədərdir? Bir dənə 2/3, bir dənə də 2/10. Bir dəfə 2/3-ə, bir dəfə də 2/10-a bölmək lazımdır. Böyle 2/13 böləndə qalır 2/7, yəni 2/7-miz də eləyir 128. 128-i vururam 5-ə. Eləyir 640 kilobayt. Növbəti videolarda görüşmək üzərə, sağ olun.